Salam müəllimlərim, hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi 2 gündür artıq bütün qruplarda da artıq yəni məlumatınız da var. MİQ çərçivə sənədində dəyişiklik oldu. Yeni bir MİQ çərçivə sənədi gəldi. Bütün proqram yeniləndi. Bəzi mövzular əlavə olundu, bəzi mövzularda təkmilləşdirmə oldu, versiyalar yarandı, bəzilərini proqramdan çıxartdılar və bu günləri mən də sizə kurikulumdan, yəni metodikadan hansı mövzular əlavə olunub, hansı mövzular çıxarılıb, hansılar üzərində təkmilləşdirmə aparılıb, onlar haqqında sizə qısa məlumat verəcəm. Çünki artıq bir neçə müəllim demək olar ki, qruplarda da şəxsiyyətdə yəni müəllimlər yazırlar ki, yəni çox ciddi dəyişiklik varmı, kitab almaq lazımdırmı, yoxsa yox. Yəni düzdür, hələ vəsait çıxmayıb, ancaq bu il biraz tez tərpəndilər. Çünki hər il bilirdiniz ki, ya martda, ya apreldə, ya imtahana bir ay qalmış, ya ay yarım qalmış sənəd çıxırdı, sonra kitab, test, yəni çox gec olurdu. İndi bir illərim ümid eləyirəm ki, çərçivə sənədi tez çıxdı deyənə vəsaitləri də tez bir zamanda hazırlanacaq. Çünki yenilikləri çoxdur, köklü dəyişikliklər də çoxdur. Ona görə də yəni inşallah ki, ilin ikinci yarısından vəsaitlər artıq hazır olar. Yəni müəllimlərin artıq istifadə edə bilərlər müəllimlərimiz ondan. Deməli müəllimlərim, metodikada da bəli müəyyən dəyişikliklər var. Bəzi mövzular çıxarılıb, bəziləri əlavə olunub. Demək olar ki, bütün asan mövzular hansı ki, müəllimlər çox rahat götürdüyü mövzuları sağ olsunlar ki, proqramdan çıxardıblar. Ancaq müəllimlərin qorxduğu mövzular var ki, onlar üzərində daha da təkmilləşdirib, çətinləşdiriblər. Artıq sualları əzbərə əsaslanmır, heç bir sual. Çünki bütün suallar hamısı məntiqi xarakterli olacaq. Yəni, belə deyək də, məntiqi güclü olan müəllimlər suallara düzgün şəkildə cavablandıra biləcəklər. Çünki bütün cavablar hamısı bir-birinə əlaqəlidir. Yəni, məntiqlə də bütün cavablar hamısı. Belə, deməli, keçək çərçivə sənədimizə. Bütün fənlərin hamısının çərçivə sənədləri var. Yəni, istəyən olsa, qruplarımda da paylaşmışam, şəxsiyə də yazarsınız, kim istəsə ataram ona da. Mən bugün sizə metodika və pedaqogikadan danışacağım sizə. Yəni, onun çərçivə sənədi haqqında məlumat verəcəm. İlk öncə bilirdiniz ki, əvvəllər orada biz onun məzmunun sahələri 3 dənə idilər. 20 sualdan 20 sualdan bir sual hüquqi savadlılığa, 10 dənə metodiki səriştəliyə, 9 dənə isə pedaqoji və psixoloji yanaşmaya idi. Bu əvvəlki illərində. Ancaq indi isə elə deyil. İndi fikir verirsinizsə, 2 sahə qalıb artıq. Metodiki səriştəlik və pedaqoji səriştəlik. Yəni, hərəsinə aid 10 sual olacaq və müəllimlər bu hər sahəyə aid olan 10 sualı cavablandıracaqlar. Məntiq tipli sualları cavablandıracaqlar. İndi mən sizə bir-bir bütün o daha doğrusu bütün o çərçivə sənədindəki olan mövzuların hamısı haqqında məlumat verəcəm. Daha doğrusu hansı yenidir, hansı köhnədir, hansı təkmilləşmiş, onlar haqqında məlumat verəcəm sizə. Ancaq irəliləyən günlərimizdə isə onlar haqqında videoları kanalımda paylaşacağım. Belə, deməli, müəllimlərim, biz ən birinci hüquqi savadlıq deyirdik. Yəni, hüquqi savadda nələr var idi? Pedaqoji prinsiplər idi, pedaqoji tələblər idi, etik davranış qaydaları idi müəllimlərin, ondan sonra hüquq vəzifələri idi, kurikulum barədə məlumatlar idi və s. Yəni, bunlar artıq yoxdur. Və mən amma çərçivə sənədinə baxdım, izaha keçməmiş bir dənə sevindirici bir dənə hal var ki, neçə illərdir artıq müəllimlərin kabusudur, müəllimlər öyrənə bilmirdilər, çox çətinlik bir mövzu var ki, kurikulum aid terminlərin təsviri gözsüz aydın olsun ki, artıq bu mövzu yoxdur, yəni bunu çıxardılar. Düz inteqrasiya qalıb, ancaq oradan əsas standart, alt standart məzmun xəttidir. Funksiyalar, onların və s. bunlar haqqında artıq heç bir məlumat yoxdur. Yəni, onları öyrənməyə ehtiyac olmayacaq. Sadəcə oradan bir dənə alt standart aid olan inteqrasiyanı saxlayıblar. Elə ilk mövzu da oradan irəli gəlir. Birinci olaraq, birinci sahəmiz dedik ki, metodiki səriştəlikdir ki, metodiki səriştəlikdir. İlk mövzumuz təlim prosesində inteqrasiyanı təmin edən fəaliyyətlər, həyatla əlaqəli tapşırıqlar, fən daxili, fənlərarası, fənüstü inteqrasiya. Bu əvvəllər var idi, bunu bilirsiniz. Mən indi buradan işarələyəcəm hansılarsa. Bircə dəqiqə üzr istəyirəm. Yaxınlaşdırım ki, daha qəşəng görək buranı belə. Deməli, hansı mövzular varsa, onlara qarşısına plus qoyacağım. Bax, fikir verirsiniz, birincində dedik ki, bu heç bir dəyişiklik yoxdur. Yəni, bu yeni deyil. Bu əvvəllər var idi. Bunu belə eləyək. Sonra ikinci, 20-ci əsrin kompetensiyaya təlimi formalaşdırması. Kompetensiyaya zaten bilirdiniz, bu 20-ci əsr bacarıqlarından gedir burada söhbət. Savadlıq kompetensiyasıdır, çox dil bilmək idi. Yəni, o 8 kompetensiyadan gedir söhbət 2006-cı ildə qəbul olunanı. Ona görə bu da var idi. Bunda heç bir dəyişiklik yoxdur. Üçüncü
Dördüncüdə təfəkkürün növləri, məntiq, tənqid, yaradıcı, abstrakt, analitik, praktik və produktiv. Düzdür, təvəkkül əvvəllər var idi. Sadəcə burada fikir verirsinizsə, abstrakt, praktik və produktiv. Yəni bunlar haqqında düzdür. Hardasa İQOQ kimi biraz xırda-xırda, məsəl üçün keçən il fikir verdinizsə, sertifikasiya imtahanının, ARTİ-nin təşkil etdiyi sertifikasiya imtahanında abstrakt təfəkkürdən sual düşmüşdür. Həmçində imtahanda da coğrafiyanı deyəsən, yoxsa bilmirəm hansısa fənnin imtahanda düşmüşdür. Ona görə də yəni əvvəlcədən biraz məlumat vermişlər. Ancaq praktikdir, produktivdir. Bunlar haqqında heç bir məlumat yox idi. Yəni bunlar yeni bir məlumatdır. Ona görə bu yeni olduğuna görə buna belə X kimi qoyaq ki, yəni bu təzədir. Sonra gəldik metakognitiv bacarıqların formalaşdırılması metodikası, bu var idi. Bunu bilirdiniz. Orada biz demişdik ki, 3 dənə növ var idi hətta metakognitiv bacarığın. Özünü monitorinq, özünü qiymətləndirmə və özünü tənzimləmə. Yəni bunlar var idi. Bu yeni deyil, əvvəlkidir. Sonra bilik və fəaliyyətin növləri, tapşırıqları tətbiqidir. Bilik, zaten bilik və onun növləri neçə illərdir kurikulumun ən sabiq, ən heç dəyişilməyən bir dərsidir. Ona görə də bu da var idi əvvəllər. Sonra Bloom taksonomiyası, idrak taksonomiyası, təlimdə tətbiqi, bu da zaten var. Ancaq hansı dəyişiklik olacaqsa, indi buna biz proqram tam hazır ondan sonra biləcəyik. Ancaq hələ ki adına görə heç bir dəyişiklik yoxdur. Sonra səriştə əsaslı tapşırıqların hazırlanması, Norman Webb dərinlik bilik səviyyəsi nəzəriyyəsi, zaten hər il yeni nəzəriyyələr gəlir. Yəni bu ildə budur. Yəni səriştədən, düzdür, səriştədən keçmişdik. Sadəcə qısa şəkildə, yəni ki bir həyati bir bacarıq kimi deyə üst növ olaraq keçmişdik. Ancaq indi onu artıq nəzəriyyə şəklində geniş olaraq mürəkkəbləşdiriblər. Bu isə yeni bir sayılır. Ona görə bu da daha doğrusu yeni deməyək də təkmilləşmiş deyək. Biraz da mürəkkəbləşdiriblər. Yəni sadələşdirməyə doğru heç bir şey getmir bu heç bir mövzuda. Sonra təlimin forma modelləri, bu keçən il var idi. Birbaşa layihə, oyun əsaslı, problem əsaslı araşdırma, sinxron, asinxron. Zaten bunlar haqqında məlumat keçən illərində vermişdik. Daha təkmilləşmiş geniş versiyada bu illərin yəni heç bir dəyişiklik yoxdur. Biraz da qarışıq, çətin mövzulardandır. Sonra təlimin strategiya və texnikaları, analitik strategiyalar, əməkdaşlıq, kommunikasiya strategiyaları, refleksiya strategiyaları, burada bunlar hamısı var idi. İndi iş üsullarının içərisində mən burada fikir verdim. Bir böyük klaster anlayış çıxarılmasıdır, beyin əmləsidir, zigzagdır, 3-2-1, karusel, sinektika, debat, insert, simülyasiya, rollu oyunlar, Fryer modeli, Venn diaqramı, auksion, qərarlar ağacı, qar topası, Sinkveyn, proqnozlaşdırma, müzakirə üsulları, müzakirə xəritəsi, akvarium, Sokrat dialoqu, bunlar hamısı bir gedirlər. Eyni deyirlər, sadəcə olaraq hamısı müzakirə üsulu olaraq gedirlər. Əşyaların qeyri-adi istifadəsi, cisim və hadisələr müxtəlif nöqteyi nəzərdən baxılması, insident üzərində iş nə olardı? Əgər mən kiməm? 4M1KH, qızıl dairə, Bloom kubu, debat, sinif, künc və düşündüzlər, bölüş paylar. Bunlar hamısı əvvəlki illərdə var idi. Sadəcə bunların içərisində bir dənə SWOT analizi var ki, bu yenidir. Yeni bir iş üsulumuzun, yəni iş üsullarımızın içərisində bilirdiniz ki, ən son əlavə olunan 4M1KH-dan 3N idi. Fikir verirsinizsə, burada 4M1KH qalıb, amma artıq yox, qızıl dairə də var. Qızıl dairə ikinci adı 3N idi də. Yəni ən son olan idi. Artıq ən sonuncu yeni olan SWOT analizidir. İndi bu da materialımız hazır olanda onlar haqqında dərslərimizə məlumat verəcəm sizə. Bunu da yeni biri gəldiyinə görə, onun üçün biz bunu da artırırıq bura. Sonra illik və gündəlik planlaşdırma, təlim nəticələri, qiymətlənmə meyarları və s. bunlar da əvvəllər var idi. Heç bir dəyişiklik yoxdur, olduğu kimi qalır. Sonra şagird görünüm interaktiv təlimin təşkili, problemin qoyulması, şagirdin cəlb olması, sual-cavab və əməkdaşlıq refleksiya, bu da əvvəllər var idi. Yəni bunda heç bir dəyişiklik yoxdur. Müəllimin fasilitasiya bacarığı, bu da var idi. Yəni burada da heç bir dəyişiklik yoxdur. Yazılar getdi, ancaq bir dəqiqə. Burada da heç bir şey yoxdur. Fasilitasiyada da dəyişiklik yoxdur. Bu da olduğu kimi qalır. Sonra İnkluziv, bu fərdləşmiş təlim var. Əslində qalanda adı Əndrabadi, yəni bu təzə az kimi sayılır. Ancaq biz inklüziv təhsili də keçənlərim əlavə ayrıca keçmişdik. Diferensial yanaşmanı da ayrıca keçmişdik də. İndi olaraq ikisini onların bir yerdə keçəcək. Onsuz da mənaca eyni idilər, bir-birinə çox oxşayırdılar. Yəqin ki, səhvlərini anladılar ki, ona görə birləşdirdilər onların ikisini. Yəni, ona görə mən bunu yeni saymıram. Sadəcə birləşdiriblər, təkmilləşdiriblər. Öyrənmə tərzləri bu yenə də. Demək olar ki, kurikulumda müəllimlərin ən sevdiyim mövzulardan biridir. Çox asandır, çox da rahatdır. Belə deyək də, ümumi ictimai dərslərimizdə çalışacağım bu mövzu haqqında geniş məlumat verim ki, dərsdə də müəllimlər bu mövzular haqqında geniş istifadə eləsinlər. Ona görə bu da təzə deyil. Təlimdə rəqəmsal vasitələr və süni intellekt və bu yeni biridir. Ən çox
hətta deyirlər ki, ən çox düşən suallar buradan olacaq. Rəqəmsal vasitə və süni intellekt. Yəni fikirləşirəm ki, indiki dövr 20-ci əsr kompüter əsri olduğuna görə, informasiya əsri olduğuna görə, ona görə bütün müəllimlər hamısı dərsi informasiya üzərində qurmalıdırlar, bunu bacarmalıdırlar. Məsəl üçün fikir verirsinizsə, burada bu Kahoot proqramı var, quizdir. Bunlar hamısı belə deyim də sizə sınaq hazırlama proqramlarıdır. Canva özü də, ondan sonra quizdir. ChatGPT-də bunu zaten bilməyən yoxdur, hamımız bilirik. Məlumat əldə etməkdən ötürü istifadə olunan bir proqramdır. Ona görə də bu da təzədir. Ona görə bu da getdi. Növbəti hissədə isə, yəni bu hissənin sonuncusu, tədrisdə dizayn düşüncəsi. Bəli, bu da yenidir sayılır, yeni əlavə olunanlardandır. Qiymətləndirmə, ölçmə və dəyərləndirmə. Daha doğrusu o hissəyə qədər bunlar bildik. İndi gələk, yəni bu birinci metodiki səriştəliyin sonuncu bölməsi olan qiymətləndirmə, ölçmə və dəyərləndirmədir. Qiymətləndirmə heç bir dəyişiklik yoxdur. Yenə də diaqnostik, formativ, summativ, KSG, BSG və s. Yəni bunlar var burada. Həmçinin də burada fikir verirsinizsə, beynəlxalq qiymətləndirmə artıq ona da geniş yer verilmişdir və s. Yəni burada da heç bir dəyişiklik yoxdur. Rubriklər, yenə əks əlaqə, rəy, yəni hamısı burada heç bir dəyişiklik yoxdur. Olduğu kimi qalıb. Sonra gəldik ikinci sahəmiz pedaqoji səriştəlik. Bura qədəri metodiki səriştəlik idi. İndi isə gəlir pedaqoji səriştəlik, yəni nəzəriyyəli olan hissəyə. Pedaqoji səriştəlikdə pedaqoji və psixoloji yanaşmalardan təhsildə müasir pedaqoji yanaşmalar, əməkdaşlığa əsaslanan konstruktiv, reflektiv, adaptiv və s. Bu yenidir. Bir dəqiqə mən bunu yaxınlaşdırım. Bu yenidir. Ona görə buna yeni işarəsini qoyur. Sonra şəxsiyyətin formalaşdırması və inkişafında məktəbin və müəllimin rolu, bu da yenidir. Düz bunlar haqqında biraz qısa məlumatlar var idi, ancaq yenə də daha geniş olması üçün yeni sayaq biz bunu. İndi gəldik nəzəriyyələrimizə. Burada Gardnerdir, Piagetdir, Vygotsky'dir, Dweck'dir, Kolbeck'dir, Garnier'dir, Goleman'dır və Jung'dur. Bu əvvəlki olan 8 dənələrimiz. Bura Bandura gəldi, sosial öyrənmə nəzəriyyəsi. Bu da keçənlərinki var idi. Məsəl üçün orada Dreyfus idi, Jung idi, ondan sonra yox, Jung ümumiyə aid idi. Rosgren idi, ondan sonra Bandura idi və s. Yəni bunların içərisində bir dənə Bandura qalır ki, izləmək görə deyilir də onun. Ona görə sosial öyrənmə nəzəriyyəsi də buna aiddir. Ancaq bura qədəri, fikir verirsiniz, bu Banduraya qədər. Bura qədəri var idi. Ancaq Brunnerlə Rogers isə, yəni Brunner kognitiv öyrənmə nəzəriyyəsi tədqiq əsaslı öyrənmə ilə Rogers şəxsiyyət yönümlü yanaşma, bunlar isə yenilər sayılır, yeni nəzəriyyələrimizdir. Ona görə 6, 9, 3, 6, 9, 10, 11 nəzəriyyəmiz olmuş oldu. Hər il artırırlar. Əvvəl 4, sonra 6, 8, 10, daha doğrusu 11, 8, 11. Sonra burasını bildik. İndi gəldik sinifdə təhlükəsiz psixososial mühitin qurulması. Sosial məsələ öyrənmək, Kassel modeli, Kassel anlayışın düzdür. Nissə biraz əndrabadi təzə ad kimi gələcək, ancaq əvvəldən var idi bunlar. O dairədən gedir söhbət ümumi olaraq. Ona görə sosial məsələ öyrənmək, yəni təzədir. Üzr sistemi təzə deyil. Yəni əvvəlki keçən də keçmişdik biz bunu. Balaca bir mövzu idi. Hətta onu Goleman nəzəriyyəsini biz oxşadırdıq. Sonra təlim prosesində səmərəli öyrənmə mühitinin qurulmasına tələb və üstünlüklər. Bu da əvvəllər var idi. Pozitiv intizam və bərpaedici yanaşma, bəli, bu yenidir. Sinifdə idarə edilməsi mexanizm, strategiyaları, buzqıranlar, bu da əvvəllər var idi. Müəllim, şagird, müəllim, valideyn münasibətləri, bu da əvvəldən var idi. Yəni heç bir dəyişiklik yoxdur. Şagird davranışın idarə olunması, bu da var idi. Qısnama, bullying qarşısı alınması, yəni bullying, mobbing, bu da əvvəllər var idi. Yəni fikir verirsinizsə, yəni elə çox da bir əlavə yoxdur. Ancaq onu deyim ki, əlavə olunan proqramlarımızın da hamısı, yəni əlavələr çox çətinlər gəlib. Yəni gözü qorxutmazı olmasın. Artıq əzbər yoxdur. Ona görə də müəllimlərim zəhmət olmasa, xahiş edirəm, vaxtında qoşulun qruplarımıza. Əgər kimlər ki, belə deyək də sizə, biz bilirik ki, fevral ayında mən dərslərimizə başlayacağım inşallah. Fevrala qədər hər həftə bizim ödənişsiz dərslərimiz olur. Yəni kimlər isə ödənişsiz dərslərimizə qoşulmaq istəyirsə, videonun altında WhatsApp linkini əlavə edəcəm. Oradan birbaşa qoşula bilərsiniz WhatsApp-a və yaxud da ki, qrupun açıqlama hissəsində telefon nömrəm də var. Oradan da əlaqə saxlaya bilərsiniz ki, ödənişsiz dərslərimizə yararlanmaqdan ötürü linklərimizdən yararlana biləsiniz. Belə müəllimlərim, ümid edirəm ki, gözümüzdə çox da qorxuzmadıq. Ümid eləyək ki,
arzu edək ki, tez bir zamanda vəsait də çıxsın, əlimizdə vəsait də olsun ki, müəllimlər əziyyət çəkməsinlər. Narahat olmayın, inşallah əlimdən gəldiyi qədər də hər il olduğu üçün bu illərimdə həm MİQ, həm də sertifikasiya müəllimlərim üçün kurikulumu əlimdən gəldiyi qədər, çalışdığım qədər rahat bir şəkildə sizə öyrətməyə çalışacağam. Dərslərimdən yararlanmaq istəyənlər, ödənişli qruplarımızdan yararlanmaq istəyənlər, yenə də nömrə var orada. Qrupun açıqlama hissəsində olan nömrə ilə əlaqə saxlasınlar. Nə qədər ki, gec deyil, qruplara qoşulsunlar. Yenə deyirəm, bu il üçün müəllimlərim Suriyyət qrupu və yaxud da əlavə bir qrupumuz olmayacaq. Sadəcə bir qrup olacaq. O da fevral ayının 1-də başlayacaq. Yəni axıra qədər onunla gedəcək. Ona görə çox xahişim, inciməyin məndən ki, ay müəllim martda, apreldə mən açmayacağam. Ki hansı təlimçisə açacaqsa elə bir qruplar Allah işlərini avan eləsin. Yəni qoşula bilərsiniz olar. Yox, əgər iminləməklə davam etmək istəyirsinizsə, fevral ayının 1-dən olan münasib qiyməti olan qruplarımıza qoşula bilərsiniz. Belə müəllimlərim bu qədər. Zəhmət olmasa, əgər kanalımıza abunə deyilsinizsə, kanala abunə ola bilərsiniz. Videonu bəyənsəz də çox gözəl olar və həmçinin də rəylərdə, komment hissələrində də fikirlərinizi, təkliflərinizi, iradlarınızı yaza bilərsiniz. Təşəkkür edirəm. Çox sağ olun. Uğurlar hər birinizə.